31-ci bab buyurur rahmehullah bəbu husn İslamil mər'i. Kişinin İslamının, bir nəfərin İslamının, bir kəsin İslamının gözəl olması babı. Yəni nə deməkdir? Nəyə görə bunu gətirir? Buyurur ki, ihsan nədir demək? İslamın gözəlləşməsi, yəni imanın artması ilə olur. Demək ki, İslamın gözəlləşməsi nədir? İmandandır. O nədir? Əməllərin artması, gözəlləşməsi imandandır. Və 41-ci hədisi gətirir, buyurur rahiməhullah, qalə Məlikun, kimdir Məlik ibn Ənəs? Əxbərəni Zeyd ibn Əsləm. Zeyd ibn Əsləm Əl-Quraşi Əl-Ədəbi tabinlərdəndir. Ənə Əta ibn Yəsar. Əta ibn Yəsar Əl-Hilali, bu da böyük tabinlərdəndir. Hicrətin 94-cü ildə dünyasını dəyişib. Meymunənin, Peyğəmbər sallallahu zövcəsi Meymunənin mövlasıdır, azadlı quludur. Rəvayət edir kimdən? Ən Əbi Səid Əl-Xudri. Dedik, onun adı nə idi? Məlik ibn Sinan. Adını taparsın. Əxbərahu ənəhu səmiyyə Rasulallah sallallahu aleyhi ve səlləm. Buyurur ki, Əbu Səid Əl-Xudri deyir ki, Peyğəmbər sallallahu aleyhi ve səlləmin belə dediyini eşitdim. İdə əsləməl abdu fəhəsunə İslamuhu yükəffirullahu anhu kullə seyyiətin kənə zələfəhə. Deyir ki, əgər qul İslama girərsə, müsəlman olarsa və İslamı gözəlləşərsə, yəni İslamı gözəlləşərsə nə demək gələcək? Allah Teala onun keçmiş zələfəhə eyqaddəməhə, bundan öncə keçmiş bütün günahları, pislikləri nə olar? Bağışlanar. Və kənə bə'də zəlikəl qisas. Bundan sonra nə alır? Qisas olur. Yəni, əl-həsənətü bi-əşr əmthəlihə ilə 700 dəyəfin. Həsənət, xeyr iş 10 qatından 700 qatına qədər və seyyiətü bi-mislihə, pis işsə, günah isə öz mislində, öz qədərində illə ən yətəcəvəzəllahu anhə. Allah Teala yəni onu bağışlamasa. Yəni, burada idə əsləməl əbdu fəhəsunə İslamuhu sözünə gəlincə, yəni qul İslama girərsə və İslamı gözəlləşərsə, İmam Nəvəvi buyurur ki, buradakı İslamın gözəlləşməsi, yəni nə deməkdir? Onun İslamı etiqadən və ixlasən və mütabəətən lin-Nəbi sallallahu əleyhi və səlləm, etiqad olaraq, ixlas olaraq Peyğəmbər sallallahu əleyhi və səlləmə tabeçiliyində gözəlləşməsindən söhbət gedir. Və duxuluhu fid-dini bil-batin və zahir. Yəni dinə zahiri ilə və batini ilə tamamilə girməsindən söhbət gedir. Və hər bir əməlində və ən yəstəhdira ində əməlihi qurbi rabbihi minhu. Hər bir əməlində Allah Subhanahu taala öz Rəbbinin ona yaxın olmasını istihdar, yəni nəzərində tutaraq, bilərək əməl etməsindən söhbət gedir. Bu da ki, başqa necə ihsan mərtəbəsidir, yəni ihsan nə idi? Ən təbudallahi kənnəkə tərahu fə illəm təkun tərahu fə ənə yərək. Allah'a onu görmüşsən kimi ibadət etməyə, əgər sən onu görmürsənsə, o səni görür. Yəni bu da ihsanın başqa bir hədisdə, o hədisdə şahiddir. İbn Rəcəb buyurur ki, İslamın ihsanı nə deməkdir? Allah Taala'nın əmrlərinə gözəl şəkildə tabe olmaq, imtisal, ona uymaq və qadağalarından çəkinmək. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm buyurur bu babdan, min husni İslamil mər'i tərku mə lə yəni. Bu da həmçinin İslamın gözəlliyindəndir. Nədir? Ona aid olmayan şeyləri tərk etmək. Və həmçinin İbn Məsudun hədisində Ən-Nəbi sallallahu suilə ənuəxidu bimə amilnə fil cahiliyyə. Soruşurlar ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən cahiliyyə dövründə etdiyimiz əməllərə görə bizə sorğu-sual varmı və yaxud cəza və yaxud günah varmı? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Mən əhsənə fil İslam ləm yuəxad bimə amilə fil cahiliyyə." Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Kim İslamda gözəlləşdirərsə İslamını, cahiliyyə vaxtı etdiyi əməllərə görə soruşulmaz. Və mən əsə fil İslam uxidə bil əvvəl vəl-əxir." Kim isə İslamını pisləşdirərsə, o həm əvvəlkiyə, həm də sonrakına görə soruşular. Yəni buradakı İsa'ətil İslam, yəni İslamın pisləşməsi nədir? Yəni məhzuratlardan, qadağalara, haramlara düşmək, cahiliyyə vaxtı etdiyi kimi. Və bilmək lazımdır ki, ən böyük pislik nədir? Allah Taala'nın əmrlərinə qəlbi tərəfdən iltizam etməmək, yəni qəlbi ilə tabe olmamaq, qəlbi ilə ondan yapışmamaq, həmçinin qadağalarına da elə. Yəni onun zahirən etsə də, niyyətində, qəsdində Allah Taala'nın əmrlərinə tabe olub qadağalarına çəkinmək yox.
Sadəcə başqa niyyətlər üçün, başqa məqsədlər üçün müvafiq olub. Bu, əlbəttə ki, dinin gözəlləşməsi deyil, dinin pisləşməsidir. Həmçinin buradan fayda götürmək olar ki, burada fikir versək, Peyğəmbər s.ə.v nədir? Həsnə İslamuhu, İslamı gözəlləşər. Yəni, ərəblərdə var, mültəzəm deyirlər, dindən yapışmağa və yaxud da ki, müstəqim, və yaxud da ki, bizim də desək, molla, dərviş, nə bilim, bu sözlər hamısı, yəni, sünnədə olan sözlər deyil. Bir insanın İslamın gözəlləşməyini bildirmək istəyirsənsə, elə deyirsən, İslamı gözəlləmək üçün. Əhsənə İslamahu. Necə Peyğəmbər s.ə.v İslamını gözəlləşdirib, gözəl İslam var. Bu demək sünniyə daha uyğundur, məqsədə daha müvafiqdir. Və bu kəlmələrin, bayaq getdiyimiz qeyd, bayaq nə deyirlər, hacı deyirlər, nə deyirlər. Bu kəlmə heç biri, yəni şəriətdə yeri yoxdur, sələfdən bilinmir. İnsanın İslamının gözəlləşməsini bildirmək istəyirsənsə, İslamı gözəlləşib, gözəl İslam yaşayır, belə bildirirsən. Sonra Peyğəmbər s.ə.v bu sözündə ki, yükəffirullahu anhu kullə seyyiyyətin kənə zələfəhə, Allah Teala onun keçmiş etdiyi günahların hamısını nə edir? Təkfir edir, yəni bağışlayır, keçir. Şeyx Hüseymin bu arada buyurur ki, İslamın gözəlliyi Allah Teala olan ixlasın tamamı ilədir və Peyğəmbər sallallahu aleyhi ve sellem olan tabiçiliyinin tamamı ilədir. Əgər bunu edərsə, Allah Teala onun keçmiş günahların hamısını bağışlayar. Düzdür? Əgər, yəni Şeyx deyir ki, وَلَعَلَّهَا ذَلِكَ فِي حَالِ küfr, yəni küfr vaxtı. Amma İslamdan sonra əməllərdən xüsusi əməllər gəlib, hansı ki, onlara görə müəyyən günahlar bağışlanır. Məsələn, namazdan, cümə, belə. Ramazandan. Yəni, İslamdan qabaq, İslama girdiyi an, bütün günahları, əgər İslamı gözəlləşdirsə, bütün keçmiş günahları bağışlanır, ondan söhbət gedir. Və İslama girdikdən sonra isə hər əməllərinə görə, xas necə gəlib şəriətdə, xas əməllərə görə və günahlar bağışlanır. Necə ki, Allah Teala buyurur, قُلْ لِلَّذِينَ كَفَرُوا اِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ. Küfr edənlərə, kafirlərə deyir ki, əgər onlar qutarsalar, bu işlərə əl çəksələr bu işlərindən, onlara bağışlanar. Nə bağışlanar? مَا قَدْ سَلَفْ. Bundan öncə etdikləri. وَاِنْ يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّةَ الْأَوَّلِينَ. Əgər onlar bu əməlləri geri qaydarsa, onda onların keçmişlərin, yəni sünnəti onlara görk olsun. Yəni keçmişlərin sünnəti göz qabaqla, yəni onlar nə etdilər və cəzaları nə oldu? İbn Rəcəb buyurur ki, Hədə dəlilun alə ənəl İslam innəmə yükəffiru mə kənə qabləhu minəl kufr və ləvəhiqihi əlləti ictənəbəhəl muslim bil İslamihi. İbn Rəcəb deyir ki, bu dəlildir ki, İslam özündən qabaqki qulun etdiklərini bağışlayır. Nədən? Küfür və ona qoşulan əməllərdən. Necə ki, müsəlman İslama girən kimi o əməlləri nə edir? Tərk edir. Amma günaha gəlincə, hansı ki müsəlman cahiliyyədə də edirdi, əgər İslama girəndən sonra, yəni İslam üzərində onu davam edirsə, o günahlara görə bağışlanmaq yoxdur, cəza var. Necə ki, İslamda o günahlara davam etdiyi üçün tövbə etməsə, yenə də cəza, bağışlama yoxdur. Nə var? Cəza var. Yəni, tövbə olmasa. Necə ki, buna yenə bu mənaya şahidlik edən hədis Amr ibn Əl-Asın hədisidir. Ənə Nəbi s.ə.v qalə ləhu əmə əlimtə ənəl-İslam. O ona şərt qoyur ki, Amr deyir, İslama girirəm bir şərtlə. Onda Peyğəmbər s.ə.v ona buyurur ki, sən bilmirsən ki, ənəl-İslam yəhdim mə kənə qabləhu. İslam ondan öncəkiləri silir və Həkim ibn Hizəmin hədisində də dəlildir ki, salih əməllər işlədərsə, bu ona, yəni cahiliyyədəki salih əməllər İslama girəndən sonra fayda verməyinə dəlildir. Nədir? Buyurur ki, Peyğəmbər s.ə.v əsləmtə alə mə əsləftə min xayir. Yəni, keçmiş xeyir etdiklərlə bərabər onlar üzərində İslama girdin. Yəni, onlar da sənin üçün savab olacaq. Necə ki, Allah Teala nə deyir? Yübəddillahu seyyiətim həsənət. Allah Teala onların pis əməllərini neynədir? Həsənətə çevir. Məsələ aydındır da, yəni burada İslama girəndə bütün günahlar bağışlanır, əgər İslamı gözəlləşdirərsə. Və yaxud da İslamını gözəlləşdirməsə, İslama girsə, küfrü, şirki tərk elədi, bu İslamın şərtidir, onu bağışlanır. Çünki müsəlman onu tərk eləməlidir. Amma geri qalan günahlar, əgər İbn Rəcəb deyir ki, etməsə, pisləməsə, tərk etməsə, o pisliklər də onunla bərabər gəlir. Allah aləm.